Videoya xoş gəldiniz. Bu günləri bir piyada ilə mat öyrədəcəm. J4, şah B5, şah C6, şah B5. Kompüterində dediyi kimi şah F3 oynayacağıq. Onlar əgər şah C5 gələrsə J5, şah D6 və burada vəziyyət bərabərləşir. Çünki şah F4 gedişi tamamilə səhvdir. Şah E6 gedişi ilə sonra heç vaxt mat olmur. Onun üçün də şah D6 gedişinə burada şah J4 məcburi gedişdir. Hansı ki şahda oppozisiyanı tutmaya çalışacaq. Şah H5 və ilərləyən vaxtlarda isə gördüyünüz kimi mata doğru gedirik. 13 yeşə mat var. Burada 2 gediş sayısı doğrudur və şah H6 ilə davam edir oyun. Şah əgər F8-ə gəlsə, burada tək bir yaxşı gediş var və o da şah H7-dir. Niyə? Çünki J7 gəlsə, şah G8 və böyük bir ehtimalla uduzacağıq və digər gedişlərdə də uduzuruq. Şah G7, H7-dən sonra şah Y7, C7 burada oynayacağıq və sonrası vəzirə çıxıb mat edəcəyik. Mən sizə bundan bir-iki əvvəl videomda bir vəzirlə mat öyrətmişdim. Hansı ki, indi də bir vəzirlə mat edəcəksiniz. Hətta burada 6-7 gedişə, bir 5 gedişə də mat göstərir. Mat var. Kompüter 5 gedişə deyir, amma 6-7 gedişə də var. Və 10 gediş ərzində də piyada sonluğa çıxır. Təxminən piyadaların ən yaxşı olduğu xəttlər Y xəttindən sonluğa çıxması daha yaxşıdır. Hansı ki, H, B xəttindən biz çıxdıq, amma B xəttindən nadir hallarda çıxmaq olur, nadir hallarda da olmur. H xəttindən çıxmaq çox çətindir, amma əgər şah uzaqdadırsa ola bilər. Bu arada videoma abunə olub like atmağı unutmayın.